Bugünkü proqramımızda sizə bir kişinin qara ehtirasının nələrə yol aça biləcəyinə və bir binada, bir liftdə, bir anın içində nələrin baş verə biləcəyinə dair dəhşətli bir nümunə təqdim edəcəyik. Öncədən qeyd edək ki, ürəyi zəif olanlar və belə məqamlara təhəmmülü çatmayan insanların bu verilişə baxması məsləhət deyil. Başlayaq. 2009-cu il iyunun 23-ü, səhər saat 7, Bakıda isti bir yay günü gözlənilir. İnsanlar çimərliyə hazırlaşır. Bakının düz mərkəzində, Bülbül prospektində binaların birinin həyətindən gənc və baxımlı bir qadının meyidi aşkarlanır. Qısa müddət sonra bəlli olur ki, meyit elə həmin binada, yəni Bülbül prospektindəki 40 saylı evdə yaşayan 1980-ci il təvəllüdlü İnara Əlinin meyididir. Meyidin üzərində zorakılıq əlamətləri var və iz itirilmək üçün kimsə çox güman ki, onu öldürdükdən sonra binadan aşağı atıb. Anasının sözlərinə görə İnara həmin axşam saat 19 radələrində evdən çıxıb və geri qayıtmayıb. Həmin gecə İnara Əli ilə birlikdə olan, yəni bir məclisdə olan şahid Yolçuyev bildirir ki, İnara Əlini uşaqlıqdan tanıyır, onunla eyni məktəbdə oxuyublar. Yolçuyev sonuncu dəfə onunla iyunun 22-sində, yəni həmin gecə görüb onu və həmin axşam İnara rəfiqələri və yoldaşları, tanışları ilə birlikdə Həyat Park otelinin restoranında olublar. Gecə saat 12 radələrində İnara rəfiqəsi Aynurla oradan ayrılacağını və evə gedəcəyini bildirib. Yolçuyev evə çatandan sonra İnara ona zəng edib, bu zaman İnara liftdə olub. Danışıq zamanı liftdən qəribə səslər gəlib və az sonra qışqırıq səsləri eşidilib. Daha sonra zəng kəsilib. Dərhal İnaranın nömrəsini bir neçə dəfə yığsa da, əvvəlcə təxminən bir dəqiqə zəng çatmayıb, daha sonra isə zənglərə cavab verən olmayıb. Yolçuyev nəsə baş verdiyindən şübhələnərək dostu Elnura zəng edib və ona danışıb bu barədə və bundan sonra İnaranın yaşadığı evə getməyi qərarlaşdırıblar. Onlar binaya çatıb liftə yaxınlaşanda liftin 16-cı mərtəbədə dayandığını görüblər. Həmin mərtəbəyə qalxanda isə sağ tərəfdə içində ağ rəngli torbalar olan bir yer və arxasındakı qapının qıfılının üstündən zəncirlə bağlandığını müşahidə ediblər. Yəni qapı arxa tərəfdən, daha doğrusu blok tərəfdən zəncirlə bağlı olub. Blokda İnaranı səsləsələr də onların səsinə cavab verən olmayıb. Beləcə onlar 9-cu mərtəbəyə enərək İnaranın yaşadığı mənzilin qapısını döyüblər. Lakin qapını açanda olmayıb. Elnur Əliyev İnaranın rəfiqəsi Xəyaləyə zəng edərək vəziyyəti başa salıb, bir müddət sonra Xəyalə də ora gəlib. Birlikdə qapını döyəndə İnaranın anası Ofeliya Əkbərova qapını açıb. Az əvvəl qorxduğundan qapını açmadığını deyib. Səhər saat 5 radələrində polis bölməsinə məlumat veriblər və polis əməkdaşları ilə birlikdə yenidən binaya qayıdaraq İnaranı axtarıblar. Lakin bu da nəticə verməyib. Onlar evlərinə qayıdandan sonra səhər saat 8 radələrində Ofeliya Əkbərova, yəni İnaranın anası Yolçuyevə və digər İnaranın dostlarına zəng edərək bildirib ki, sonuncunun meyidi həmin binanın qabağından aşkarlanıb. Binanın komendantı ilə 16-cı mərtəbəyə qalxan əməliyyatçılar qapısı kilidlənmiş, yəni zəncirlə bağlanmış mənzilə giriblər. Və həmin mənzildə qan ləkələri aşkar olunub və qadının həmin yerdə öldürüldüyü qənaətinə gəlinib. Məhkəmə tibbi ekspertizasının rəyi göstərir ki, İnara Əlinin ölümünə başı müxtəlif nahiyələrinə küt əşya ilə yetirilən zərbələr səbəb olub və bundan sonra qansızma yaranıb. Ölüm baş verdikdən sonra meyit yüksəklikdən yerə atılıb. Ekspertiza həmçinin təsdiqləyib ki, xanım ölümündən bir qədər əvvəl cinsi əlaqədə olub. 40 saylı bina ilə üzbəüz yerləşən 49 saylı evin damında, həmçinin binada işləyən fəhlələrdən birinin şalvarında çəkic başlığı və taxta materialdan olan tutacaq qadın üzüyü,
16-cı mərtəbədə insanın baş tükləri və bir ədəd sarı rəngli sırğa aşkar olunub. Cinayət işinin açılması istiqamətində tədbirlər həyata keçirən polis əməkdaşları mərhumun yaxın ətrafındakı şəxsləri, o cümlədən binada tikinti işləri aparan insanları dindirməyə başlayıb. Şübhələr binada işləyən fəhlə, Ermənistanda Qafan rayonunda anadan olmuş 1985-ci il təvəllüdlü Mehdi Nəcəfova yönəlib və bundan sonra dəhşətli qətlin tükürpədən detalları üzə çıxıb. Mehdi Nəcəfov qeyd edib ki, iyunun 22-sindən Bülbül prospektindəki 40 saylı binada gün ərzində fəhlə işləyib. O, İnara ilə tanış olduğu gündən, yəni onu gördüyü gündən qadından xoşu gəlib. İyunun 22-sində saat 17 radələrində İnara özünə məxsus maşınlardan biri ilə evin qarşısına gəlib və liftə daxil olaraq yuxarı mərtəbəyə qalxıb. Binanın komendantından İnaranın 9-cu mərtəbədə yaşadığını və adətən gecə saat 3-4 radələrində evə gəldiyini öyrənib Mehdi Nəcəfov. 2 saatdan sonra qadın azyaşlı övladı ilə aşağı düşərək sürücü ilə gedib. Lakin bir qədər sonra həmin uşağın binaya daxil olduğunu görüb və özü də uşaqla liftə minib. Yəni uşaq anasını yola saldıqdan sonra evə qayıdıb. Liftdə uşağın anasının yarım saat sonra gələcəyini və evdə nənəsi ilə babasının yaşadığını öyrənib. O uşağı 9-cu mərtəbədə buraxıb, özü isə 16-cı mərtəbəyə qalxıb, artıq elə o saatdan İnara ilə əlaqədə olmaq üçün otağın yerinə boş kisə sərib. Bir növ kustar üsulundan bir yataq hazırlayıb. Əl-qolunu bağlamaq məqsədi ilə başqa ustaların istifadə etdiyi skoçlardan birini seçib kisələrin üzərinə qoyub və mənzilin qapısını açıq saxlayaraq 15-ci mərtəbədəki mənzilə enib. Orada fəhlə alətlərini qoyub, iş yoldaşının iş paltarını geyinib, binanın 1-ci mərtəbəsinə qayıdıb və liftin yanında İnaranı gözləməyə başlayıb. Həmin vaxt Mehdi Nəcəfovun həyat yoldaşı zəng edərək harda olduğunu soruşub. Nəcəfov isə Rəhim adlı iş yoldaşı ilə gecə işləyəcəyini deyərək onu aldadıb. Təxminən gecə saat 2:30 radələrində İnara binaya yaxınlaşıb. Qadın onunla salamlaşıb və hər ikisi liftə daxil olublar. Nəcəfov bildirir ki, liftdə İnara telefonla rus dilində danışdığından onun kimlə danışdığını və nə danışdığını başa düşməyib. Lift 8-ci mərtəbəyə çatanda o 10-cu mərtəbəyə gecikdiyini deyərək düyməni sıxıb, ardınca qapının açılmasına imkan verməyərək İnaranın 10-cu mərtəbədən 9-a piyada düşməsini xahiş edib. Yəni çünki güya özü gecikir. İnara etiraz eləməyib. Lift 10-cu mərtəbəyə çatanda qapı açılan kimi Nəcəfov 16-cı mərtəbənin düyməsini basaraq qadının ağzını arxadan əli ilə tutub. Ağzını tutmasına baxmayaraq qadın liftin qapısı bağlanmamış qışqırmağa macal tapıb. İnarənin anasının sonradan verdiyi ifadədə qeyd olunduğu kimi o səsin qızının səsini ola biləcəyini düşünüb, lakin inanmayıb. Uşağı yatırtmağa davam edib. İnara telefonla danışdığından həmin an telefonları və əl çantası onun əlindən liftin içinə düşüb. Qadın müqavimət göstərərək Mehdinin boynunu cızıb və dirsəyi ilə ona zərbə vurub. Mehdi Nəcəfov isə bir-iki dəfə onun başına zərbə endirib və səsli çıxarsa öldürəcəyi ilə hədəliyib. İnara qorxub, yalvararaq onu öldürməməsini xahiş edib və nə istədiyini soruşub. Nəcəfov isə yalnız cinsi əlaqədə olmaq istədiyini deyib. Bu zaman qadın liftdə olmağı təklif etsə də o razılaşmayıb və 16-cı mərtəbəyə çatanda liftdən çıxarıb hazırladığı kustar mənzilə aparıb. Orada onun ağzını, əllərini və ayaqlarını skoçla bağlayıb. Sonra İnaranın liftdə qalmış telefonlarını, əl çantalarını və ayaqqabılarını götürərək otağa qayıdıb. Mənzilin dəmir qapısının qırıq hissəsindən əlini çıxarıb, zəncirli qıfılla qapını arxadan bağlayıb. Bununla da az sonra bəlkə də İnaranın xilas olması üçün yaranacaq son şansın belə qarşısını almış olub. Həmin şans barədə birazdan danışacağıq. O təmirsiz otağa qayıdaraq qadını soyundurub,
onunla əlaqədə olub. Artıq hərəkət etsə öldürəcəyi ilə hədələyib və əl çantalarını götürərək eyvana çıxıb. Qadının paltarlarını karton çandaya qoyub və eyvandan yaxınlıqdakı məktəbin həyətinə atıb. Zərərçəkmişin yanına qaydanda qapıdan səs gəldiyini eşidib. Bir müddət sonra həmin şəxsin liftdə olduğunu hiss edib. Nəcəfov qapının açıq hissəsindən baxanda liftin 9-cu mərtəbədə dayandığını görüb. İnaranın yanına qayıdaraq ağzını skoçdan azad edib və onu axtardıqlarını bildirib. Saat 4 radələrində onların olduğu 16-cı mərtəbədəki mənzilin qarşısına kimsə gəlib, qapının qırıq yerindən işıq salaraq İnaranı çağırıb. Sonra liftlə aşağı düşüb. Mehdi qadından həmin şəxsin kim olduğu ilə bağlı maraqlandıqda o nişanlısı olduğunu deyib. Yəni az əvvəl bizim gördüyümüz yolçu evi o nişanlısı kimi təqdim edib. İnara onunla danışmaq üçün telefonu istəsə də Nəcəfov buna razı olmayıb. Daha sonra Mehdi Nəcəfov İnara ilə bir dəfədən əlaqədə olub. Hər addımı ilə biraz da batan Mehdi ikinci əlaqədən sonra artıq səhər açıldığından İnaranı buraxarsa tutulacağından qorxur və buna görə də onu öldürmək qərarına gəlir. Mənzildə olan inşaat əşyalarının içindən qırmızı dəstəkli çəkici götürərək İnara olan otağa qayıdır, onun başına var gücü ilə zərbə vurur. Qadın qışqırdığı üçün digər ustaya məxsus şalvarla onun ağzını sıxır və başına daha 4 zərbə indirir. Öldüyünü fikirləşib ağzındakı və boğazındakı skoçları açır. Lakin qadının hələ nəfəs aldığını görür və otaqdakı uzun şlanqdan yarım metr kəsərək onu boğaraq öldürür. Bundan sonra mərhumun barmağındakı üzüyü çıxarır, otağa qan axmasın deyə qadının başını beton kisənin içinə salır, sürüyərək qonşu otağa aparır və pəncərəni açaraq meyidi 16-cı mərtəbədən aşağı atır. Otaqdakı qan izini itirmək üçün əvvəldən fikirləşdiyi kimi o biri otaqdan qum gətirir, qan tökülən yerlərin üstünə tökür və daha sonra isə həmin yerə 4 ədəd taxta düzür. Bundan sonra az əvvəl mərhumun ağzını bağladığı qanlı şalvarı pəncərədən çölə atmaq istəyir və bu zaman cinayətin ilk izini qoymuş olur. Çünki qanlı şalvar aşağı düşmür, külək onu vuraraq cəmi bir mərtəbə aşağıda onların fəhlə işlədiyi otaqla üzbəüz evin eyvanına atır. Çəkici İnarənin qol çantasını, şəxsiyyət vəsiqəsini, maşın açarını və bank kartlarını küçəyə atır. Əl çantasında olan $1300, 500 manat pul, 2 ədəd Vertu telefonu və bir bank kartını götürür. 15-ci mərtəbəyə düşür, əl-üzünü, bədənini yuyur, öz paltarlarını geyinir. Tələsdiyindən burada ikinci izi buraxır. Belə ki, qadının barmağından çıxardığı üzüyü cinayət vaxtı əyninə geyindiyi iş yoldaşının şalvarının cibinə qoyur və şalvarı da orada çıxarır. Çölə çıxarkən İnaranın meyidini binanın qarşısında görür, siqaret yandıraraq oradan uzaqlaşır. 28 may stansiyasına yaxınlaşdıqda postpatrul xidmətinin əməkdaşları onun hərəkətlərindəki həyəcanı hiss edir və əlindəki bağlamanın nə olduğunu soruşur. O isə özünü toplayaraq özünə məxsus telefonlar olduğunu və xarab olduğundan təmirə gətirdiyini bildirir. Az sonra burada $1300 manata çevirərək Bayılda yaşadığı evə qayıdır. Evə 30 manatlıq bazarlıq edir, çay içdikdən sonra yenidən telefonları götürərək onları satmaq məqsədi ilə 28 may metro stansiyasına yola düşür. Yolda iş yoldaşı Rəhim ona zəng edir, işlədikləri binada ölüm hadisəsi olduğunu deyir və təcili işə çağrıldığını bildirir. Həyəcanlanan Mehdi Nəcəfov telefonları yaxınlıqdakı zibil qutusuna atır və hadisə yerinə gedir. Əməliyyatçılar digər şübhəlilər kimi Mehdini də 22-ci polis bölməsinə aparır. Dindirilmə zamanı Mehdi gecə evində olduğunu deyir və onu axşam buraxırlar. Evə gələrək İnarənin çantasından götürdüyü pulları arvadına verir və iş yoldaşının pulu olduğunu saxlamaq üçün ona verdiyini deyir. Arvadına tapşırır ki, kimsə soruşsa, ötən gecə evdə olduğunu desin. Arvadı da belə edir və polislərə yalan məlumat verərək həmin tarixdə gecə
ərinin evdə olduğunu deyir. Daha sonra iki dostu ilə yeyib içməyə yola düşür. 53 manat hesab verdikdən sonra dostlarının pulunun olmadığını görür və hərəsinə 100 manat, taksi sürücüsünə isə borc olaraq 250 manat pul verir. Sabahı arvadına və qaynanasının hərəsinə 100 manat pul verir, 500 manatı isə evdə döşəyin altında gizləyir. 700 manatı xərcləmək üçün götürür. Məhkəmədə Mehdi Nəcəfzadə peşman olduğunu, vəhşilik etdiyini deyir. Dövlət ittihamçısı onun ömürlük həbsini istəyir. Mərhumun hüquqi varisi də deyir ki, biz heç vaxt İnaranı görməyəcəyiksə, 15-20 il sonra bu adamı da görmək istəmirik. Ona görə də ona ömürlük həbs verməyinizi xahiş edirik. Mehdi Nəcəfzadə Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilir. Bununla da bir caninin, bir manyakın cəmiyyətdən təcrid olunması baş tutur. Amma ən dəhşətlisi budur ki, aramızda, ətrafımızda olan insanların kiminin cani, kiminin manyak olduğunu bəzən bilmirik və beləcə ətrafımızda yüzlərlə, minlərlə cinayətkar gəzməkdədir. Ehtiyatımızı və diqqətimizi əldən verməli deyilik. Bir də Allah hər birinizi mərdümazardan uzaq eləsin. Salamat qalın.